Hamı da dayanıb bir-bir baxır. Baxır görsün hələ maraqlı nə baş verir burada. Salam dostlar. Deməli bu gün sizə məlumat vermək istədiyim mövzu Amerikada mülk sahibi olmaqdır. Amerikada sən pul qazanırsan, bir yerdən sonra istəmirsən pulunu kiraya verəsən və küləkdən indi telefon aşacaq, o ayrı məsələ. Və bir yer gəlir ki, sən ayda 2500, 1500, 1700 və s. rəqəmlərdə kiraya pulu verirsən. Sən istəmirsən artıq bunu kiraya verəsən, sən istəyirsən ki, öz mənzilin olsun və buna görə gedirsən mortgage, yəni ki, bizim dildə desək, kredit götürməyə də bankdan ipoteka götürməyə, ipoteka krediti götürməyə gedirsən və ipotekaya mənzil alırsan. Nəzərə alsaq ki, ipotekaya götürdüyün kredit Amerikada əgər sən tapdığın ev $300,000-dırsa, ki burada evlərin qiyməti çox bahadır, tapdığın ev $300,000-dırsa, ipoteka ilə üstünə bir 600,000 də gələcək, 600,000-ə yaxın bir məbləğ gəlir üstünə. 25-30 ilə sən 1 milyona yaxın dövlətə pul ödəyirsən. Bu bir məsələ. Piyada keçidinin üstünə durmuşam, cəmaatın yolunu bağlayıram. Deməli, məsələ nədir burada? Evlərlə bağlı məsələ. Var apartmentlər, yəni ki, bina evləri, 1 otaqlı, 2 otaqlı, 3 otaqlı. Qiymətlər əsasən yerdən asılıdır. Bir də bizdə burada school district deyilən bir şey var. Yəni məktəbin reytingi deyilən bir şey var. Bundan asılıdır qiymətlər. Apartmentlər ucuz olur. Adətən apartmentlər olur 100,000-ə, 90,000-ə, baxır hər yerdə fərqli olur. Bunun əsas bahalı olan evlər townhouse-lardır, kondodur, kondominium deyirlər. Yəni ki, kondo necə? Bir yerdə 4 mənzil, bir binada 4 mənzil və yaxud bir binada 7 mənzil, 8 mənzil. Townhouse-lar belə olur. Məsəl üçün yanaşı binanın həmin hissəsi sənindir. Yuxarılı aşağılı sənindir. Məsəl üçün 2 mərtəbəli binadır, onun yuxarısı da aşağısı da sənindir də. Beləsinə ona townhouse kompleks deyirlər. Onun backyardı da olur, yəni qabağında da yeri olur, arxasında da yeri olur. Oynamağa ya yaşıllıq kimi sahəsiz adı olur. Beləsinə. Onlar məsəl üçün townhouse-lar normal rayonlarda 300,000-dən başlayır. Normal nəyə deyilir? Burada normal var, anormal var rayonlar. Normal rayonlar o rayonlardır ki, orada school reytingi yuxarıdır. Məktəb reytingi yuxarı olan rayonlar, onların avtomatik təhlükəsizlik reytingi də yuxarı olur. Bəli, burada belə bir şey var. Amerikada çox önəmlidir sənin yaşadığın ərazidə məktəb reytingi yüksək olsun. Çünki məktəb reytingin yüksək olanda sənin başqa infrastrukturun da yüksək olur. Belə deyim də, yəni təhlükəsizlik baxımından, təmizlik baxımından, yəni Azərbaycanda necədir? İndi bilmirəm necədir. O vaxt bilirdim ki, yəni pullu adamlar yaşayan yerlər biraz yaxşı olur, kasıb adamlar yaşayan yerlər biraz pis olur. Pis necə? Yəni baxımsız olur. Eyni hal həminki kimi buradadır, həm də Amerikadadır. Amerikada da yaxşı tax verənlər, yaxşı HOA fee verənlər, property tax verənlər, yəni bunların sizə açıqlayacağım nə deməkdir. O yerlər bəli, çox gözəl olur, yaxşı olur. Hə, məsələ burada nədir? Onu deyim sizə. Burada bu məsələlər ki var, HOA fee, yəni HOA fee nə deməkdir? Home Owner Association. Bunlar yəni ev sahibləri assosiasiyası bir qurumdur, hansı ki bunlar həmin bu qazonun vaxtında qırxılması, küçənin təmiz saxlanması, küçə qırağında bordyorların korlanması, asfaltın cızılması və yaxud ağacın aşması, yağış yağanda suyun basması, bu tip şeyləri hər şeyi kontrol edən assosiasiyadır. Homeowner Association deyirlər ona. Onlar pullu assosiasiyadır. Onlar nə edirlər? Onlar sənin evin, tutaq ki, sən evin qabağında ot var, HOA fee olan ərazidə yaşayırsan, sən evin qabağının qazonun, otun hər həftədə qırxmalısan. Birdən qırxmasın, bir həftə, 2 həftə və yaxud 1 ay, 2 ay otu qırxmasan, bu ümumi məhəllənin görünüşünə xələl yetirir deyə onlar səni cərimə edirlər. Təsəvvür elə, sənin öz evində səni cərimə edirlər. Bu necə bir şeydir? Otdur da, indi ot çıxıb, mən bunu niyə qırxmalıyam düşünürsən, amma belə deyir, gözəlliyi var da, Amerika niyə gözəldir? Səbəb budur. Bu tip qanunlara görə Amerika gözəldir. Və bu tip qanunlara riayət olunur deyə Amerika gözəldir. Məsəl üçün, sən Amerikada heç vaxt mülk sahibi ola bilməzsən. Mülk alarsan, sən aldığın mülkə
yaxşı pul verərsən. Tutaq ki 500 min verib qəşəng həyət evi almısan. Amma sabah sən 2 ay, 3 ay, 4 ay HOA finin pulun verməsən, onların ixtiyarı var ki, sənin evi məhkəməyə verib sənin evi satışa qoyub, tutaq ki, evin qiyməti 600 mindir, sən onlara 8 min verməlisən. Onların ixtiyarı var ki, həmin 8 minə görə sənin 600 min evi satsınlar və sənin oradan 8 mini götürüb qalanını sənə qaytarsınlar. Yəni, belə bir ixtiyarları var. Buna görə sən Amerikada ev sahibi ola bilmirsən. Həmçində property tax. Property tax bu HOA fee adətən olur bu mövzuda ki, sən yaxşı məhəllədə yaşamaq istəyirsən, HOA fee'lər orada olur. HOA fee məsəl üçün yüksək olan illik 10 min, 8 min olan yerlərdə həm məktəb avtobusları təmiz gəlir, gözəl gəlir, həmin sənin əraziyə gün ərzində bir dəfə ən azı polis reyd eləyir, baxır əraziyə vəziyyət necədir. Küçədə zibil olmur, qonşuların hamısı sakit, mədəni olur. Yəni bunlar hamısı şərtlərdir də. Bu sənin verdiyin HOA fee səni gözəl məhəllədə buna görə yaşadır ki, çünki həmin məhəllədə hamısı mədəni insanlardır. Gecə ilə zibili maşına qoyub gətirib onun bunun qapısından keçəndə maşından tullayan adamlar da öyle olar. Məsələ budur. Home Owner Association mövzusu belədir. Deməli, sən ki, HOA fee verirsən, avtomatik olaraq sənin məhəllən həmişə təmiz, baxımlı, təhlükəsiz formada olacaq və school reytingində yüksək olacaq və sən məcbursan ki, artıq burada ot təmizləmək və yaxud məhəllənin görünüşünə sən tutaq ki, driveway deyirlər, sənin evin qabağına girən yola driveway deyirlər. Sənin əgər evin qabağına girən driveway ki, beton ki, məsəl üçün yeyilibsə, sən onu dəyişməlisən. Sən dəyişmirsən, onu onlar dəyişir. Home Owner Association məsəl üçün görür o beton yeyilib. Yeyilmiş beton bilirsiniz necə? Beton salamatdır, heç bir problemi yoxdur betonun. Yəni biz üçün o super vəziyyətdədir. Amma o beton olmalıdır, düppədüz şüşə kimi olmalıdır, gözəl görsənməlidir. Əgər o gözəl görsənmirsə, onlar onu kəsirlər, o betonu, həmin hissəni çıxarıb təzə beton tökürlər, ora düzəldirlər. Yəni belə işlər görürlər. Əsasən gözəlliyə baxırlar, zahiri gözəl olsun, məhəllə gözəl görsənsin, təmiz olsun və təhlükəsiz olsun. Amma mənfi tərəfi də ki, budur ki, sənin onlar istədiyi vaxt yox, sənin ödəmədiyin halda onlar götürüb sənin mənzili və həbs qoyub məhkəmə vasitəsilə satışa çıxara bilərlər. Bu Azərbaycanda da məncə belədir. Amma Azərbaycanda Amerika kimi deyil. Amerikada bu sistem işləyir. Azərbaycanda bu sistem məncə işləmir, zəif işləyir. Məsələn, Azərbaycanda siz elə şey görməzsiniz ki, adam ərazinin, əmlakın vergisini verməyib, ona görə evin satıblar, evin satıb pulun veriblər ona. Belə bir şey Azərbaycanda görməzsiniz. Amma Amerikada belə şeylər çox görərsiniz. Buna uyğun saytlar var. O saytları da qoyacağım. Mən keçən buraxılışımda da bu saytlarla bağlı demişdim. Maşın sifarişi ilə bağlı. Mən dediyim sizə saytlar əgər görürsünüzsə, girə bilmirsiniz oradan, mütləq VPN-dən istifadə edin. Çünki ola bilər ki, ölkə özü bloklayır ki, həmin saytlara insanlar girə bilməsin. Ona görə siz VPN-lə Amerikanı seçib və həmin saytlara girə bilərsiniz. Yəni, hansısa bir VPN-dən istifadə edib girə bilərsiniz belənçinə. O saytları qoyacağım burada, görəcəksiniz videoda. Həmin saytlarda deməli nələr satılır. Həmin saytlarda satılır vergisi verilməyən evlər, polis tərəfindən müsadirə olunub satılan evlər var. Həmin saytlarda satılır maşın, polis tərəfindən tutulur, cəriməsi çox olur. Tutaq ki, adam o qədər qırmızı işığa girib, o qədər parking tiketi var ki adamın. Tutaq ki, maşının dəyəri 5000-dir. Adam 2500 cərimə eləyib. Pulu yoxdur verməyə, axırda tutub maşını alırlar əlindən və onu həmin bu saytlarda satışa çıxarırlar ki, o cəriməni ondan alsınlar. Tutaq ki, 5000-ə satsalar, həmin yerdə qalan pulu adama qaytaracaqlar. O sistem, o baxımından Amerika ədalətli işləyir. Yəni, sənin payı, öz payını götürüb dövlət, sənin payını verir. Burada elə şey yoxdur ki, götürsün hamısını özünə, sənə başı bıraxsın. Elə şey yoxdur burada. Qanun işləyir. Burada kameranı quraşdıranda biri yoldan keçirdi. Mənə dedi ki, bəs şeydir, nə çəksən? Deyirəm ki, bəs YouTube kanalım üçün çəkirəm. Mənə deyir ki, göstər mənə də. Amerikanlı deyir.
Mən YouTube kanalımda Azərbaycan dilindədir axı. Adam deyir ki, mən sənə podpiska eləyərəm, sənə yazarım. Maraqlı bir şeydir. Yəni bizdə inanmıram, bizdə buna necə yanaşırlar, amma burada çox gözəl yanaşırlar, xoşuma gəldi. Keçirik property tax-ə. Məsələ nədir? Property tax burada həmin Azərbaycanda mənzil kommunal istismar idarələri var idi o vaxt. Onlara verilən vergilərdir. Adam başına nə qədərsə bizdə verilir. Azərbaycanda da o var. Sən kommunal borcun, yəni işıq, qaz, sunu nəzərə tutmuram. Sən kommunal borcun insana görə verirlər, yaşayışa görə verirlər, nəysə belə bir şeydir. Sən onu ödəmədiyin halda ən axırıncı hal kimi eləyə bilərlər bunu götürüb. Eləyə bilərlər ki, məhkəməyə versinlər və məhkəmə vasitəsilə satışa çıxarsınlar. Amma Azərbaycanda mən inanmıram bura gəlib çatır məsələ. Çünki bizdə verirlər və yaxud hörmət edirlər. Yəni bizdə çox hörmət edirlər elə şeylərə. Amerikada bu şeylər çox qətidir. Yəni burada var HOAF, var property tax. Həmin property tax bizim mənzil kommunal istismar idarələrinə verilən JEK-lərə verilən puldur, yadıma düşdü JEK. O JEK-lərə verilən puldur property tax. Property tax-siz də burada yer yoxdur. Amma Amerikada hər iki halda istər HOAF, istər property tax sən ödəmədiyin halda, sənin evi, yəni bir müddət ödəmədiyin halda sənin ev rahat olar çıxarıb satışa, hansısa müddətdən sonra ödəməyəndən sonra evi satışa çıxarıb həmin məbləği götürüb evi əlindən ala bilirlər. Yəni satıb pulu götürə bilirlər. Bu rahat olur. Ona görə mən həmişə demişəm ki, biz Amerikanı sadəcə zahirdən görürük. Amerikanın da pozitiv və negativ tərəfləri var. Düşünürəm ki, bütün ölkələr bu cürdür. Yəni təkcə Amerika yox. Amerika nədə gözəldir? Amerika sənə azadlıq verir. Amerika sənə qanunu verir, qanunu işləməyi verir. Bəli, qanun pozulurmu Amerikada? Bəli. Amerikada da qanun pozulur və qanun pozanlar var. Amma burada qanun keşiyində dayananlar, Amerikada qanun keşiyində dayananlar, məsəl üçün polis, sən polis görəndə özünü müdafiədə hiss edirsən, güvəndə hiss edirsən. Sən polis görəndə həməndən indi bir şey tapıb, məsəl üçün də belə deyim, Azərbaycanda mən bir dəfə qızla gəzəndə, cavan vaxtlarımda, qızla gəzəndə polis məni qızla bir yerdə əl-ələ tutub gəzən yerdə gördü və məni çəkdi qırağa ki, gedirik şöbəyə ya da filan qədər verirsən. Mən ona başa sala bilmədim ki, nəyə görə sən məndən pul istəmək şeyin özündə tapmısan da, necə sən buna nail olmuşsan ki, sən mənə deyə bilirsən ki, ya biz gedirik polisə, ya da mənə pul verirsən, ya da sən ictimai asayişi pozmusan. Yəni bu gülməli bir məsələdir, bu absurd bir məsələdir, amma eləyirlər və buna göz yummağın səbəbkarı insanlardır. Mən düşünürəm ki, insanlar həmişə polis saxlığında rəis, müəllim, zat o qədər polisə rəis demiş ki, polis də, insanlar da polisə gedən insanlar, yəni əvvəl polisə gedən insanlar fərqli insanlar idi. Yəni qanun, hüquq keşiyində dayanmaq istəyənlər. İndiki zamanda polisə gedən insanlar əsasən çalışırlar ki, daimi qazanc yeri, itirilməyən qazanc yeri və yaxud ipotekada endirim, həkimdə nə isə endirim, yəni bu tip şeylərə görə gedirlər də. Əvvəl fərqli düşüncə idi, indi fərqli düşüncədir insanlarda. Həm də əvvəllər mənim yadımdadır ki, mən universitetə hazırlaşanda 3-cü qrupa hazırlaşırdım. Mən hüquqşünas vəkil olmaq istəyirdim. Mən həmişə istəmişəm insanların hüquqlarını müdafiə edeyim. Bu mənim içimdən gələn bir istək olub. Həmişə haqsızlığa qarşı mübarizə eləmək istəmişəm. Bir yerdən sonra mən Azərbaycanda anladım ki, bu mümkün deyil. Sən, yəni bu orada orada çıxasan məhkəmə qabağına, deyəsən, hörmətli hakim, bu səhvdir, bu düzdür. Sən basınlar içəri gedəsən, yəni belə olmur. Bizdə bu fərqli işləyir. Qaldı kameranın qabağında, baxdı ki, görəsən nə görür burada da. Maşın içində baxdı, sonra keçdi. Belə qəribəliklər də var. Bu videoda məqsədim bu idi ki, sizə bildirim ki, Amerikada yaşamaq asan deyil, Amerikada yaşamaq çətindir. Bəli, bazar burada yaxşıdır, Amerikanın bazarı yaxşıdır. Yəni sən pul qazana bilirsən. Başqa ölkələrdə deyəndə yaşadığım, daimi çox yaşadığım ölkələr Azərbaycandır, bir də Amerikadır deyə.
İki ölkəni müqayisə edə bilirəm. Amma iki ölkə heç cür müqayisə oluna bilməz. Pensilvaniya Azərbaycandan 1.4 dəfə böyükdür və ərazisinə görə də çox böyükdür. Qazancına görə də Pensilvaniyanın qazancı Azərbaycanın büdcəsindən yüksəkdir. Yəni bu faktoru nəzərə alıb biz ümumi Amerika ilə Azərbaycanı müqayisə edə bilmərik. Bu mümkünsüz, yəni məntiqsiz bir şeydir. Elə bir iki nəfər saxlamsan, birinin 8 yaşı var, birinin 26 yaşı var. Deyərsən hansı vurar? Yəni buna oxşayır da, yəni bu məntiqsiz müqayisədir. Müqayisə oluna bilməz. Amerika bu hala gəlib çatmaq üçün 250 illik bir müstəqillik geridə qoyub, hər şeyi test eləyib, hər cür variantlardan keçib, yəni dövləti aldadanlar olub, qanunsuzluqlar olub, yəni çox şeylər olub da, axır ki bir yerə gəlib çatıb. Yəni düşünürəm ki, Azərbaycan da müstəqil dövlət kimi bir 200 ilə təbii ki Amerikadan yüksək olacaq. Çünki Amerika bu texnologiyanın inkişafı olmamışdan gəlib bu yerə çatıb. Azərbaycan təbii ki Amerikada, tutaq ki Azərbaycan indi 30 illik müstəqil tarixi var. İndi tutaq ki Azərbaycanın bu 30 il ərzində Azərbaycanın gəldiyi nöqtə Amerikanın 0-dan 30 ilə və yaxud 40 ilə gəldiyi nöqtədən çox-çox yüksəkdir və o temp getsə əgər ki, hər şeyi ancaq neftə bağlamasalar gözəl olar. O temp getsə, inkişaf eləsə, Azərbaycan Amerikanı da keçər, hamısını da keçər və insanlar da qayıdar öz yurtlarında yaşayar. Amma mən qayıtmağı düşünmürəm, çünki mən Amerikanı sevirəm. Bura mənim, yəni mən Amerikanı bir yaşda öyrənməmişəm də, mən uşaqlıqdan Amerikanı sevmişəm. Mən uşaq olandan hələ özümü öz yerimdə, mən bildiyiniz kimi Lənkərandanam, öz yerimdə özümü başqa yerdə hiss eləmişəm. Mən heç vaxt hiss eləməmişəm, mən düzgün yerdə yaşayıram. Mən həmişə düşünmüşəm ki, bura mənə aid deyil, mən bu yerin adamı deyirəm. Nə Bakıda, nə Lənkəranda mən bunu hiss eləməmişəm ki, mən oranın adamıyam. Mən bura gəlmişəm, Pensilvaniyada, Filadelfiyada yaşayıram. Mən bir başqa ştata edəndə, gələndə mən görürəm ki, doğma vətənimə gəlmək hissini yaşayıram mən. Doğma yerimə gəlmək hissini yaşayıram. Yəni nəzərə alsaq ki, maddiyyatla bağlı məsələ deyil. Mən Amerikada ölüm pul qazanmıram. Mən Amerikada yaşayıram sadəcə. Azərbaycanda mən pul qazanırdım. Hansı ki Azərbaycanda icra hakimlərinin maaşından, rəsmi maaşından 2-3 dəfə artıq pul qazanırdım mən. O pul mənə vətən hissin vermirdi. Mən Azərbaycanda çox şükür hərbi xidmətimi də eləmişəm, vətənə borcumu da yerinə yetirmişəm. Məsələ bunda deyil. Mən doğma yerimdəyəm, vətənimdəyəm hissin yaşamırdım. Məsələ budur sadəcə. Sonda demək istəyirəm ki, sizə harda yaşamağınızdan asılı olmayaraq, istəyir Azərbaycanda yaşayın, istəyir Afrikada yaşa, istəyir Amerikada yaşa, istəyirsən Rusiyada yaşa, fərq eləmir. Məsələ sənin harda yaşamağında deyil, məsələ sənin necə yaşamağındadır və bu necə yaşamağın pulla ölçülmür. Yəni mən Azərbaycanda vaxt var idi, mən 564 manat rəsmi dövlətdən əmək haqqı alırdım və mən yenə də piyada keçidi olan yerdə keçirdim. Mən vaxt var idi Azərbaycanda 3000 manat maaş alırdım, rəsmi dövlət maaşı. Mən yenə də piyada keçidindən, harda piyada keçidi var, oradan keçirdim. Demək istədiyim odur ki, harda yaşamağınız sizin özünüzdən asılıdır. Yəni yaşadığınız yer siz onu gözəlləşdirib və yaxud çirkinləşdirirsiniz. Bunu insanlar eləyir. Bunu qanun, dövlət eləmir. İnsan öz yaşadığı yeri ya gözəlləşdirir, ya çirkləndirir. Yəni ya çölə zibil atmaqla öz ölkənizi çirkləndirib bunu seçirsiniz, ya da ki öz ölkənizi təmiz saxlayıb yerə zibil atanı danlamağı seçirsiniz. Ya sırada qalmağı seçməyəni danlamağı seçirsiniz və ya da siz də sıra növbəsinə uymayıb əsas mən keçməyə kimdir burada sıra gözləyən deməyi seçirsiniz. Yəni bu sizdən asılı məsələdir. Bunu heç bir dövlət qurumu sizin belinizə, beynizə yükləməyəcək. Bu belə olmur. Bəli, sizə yükləyə bilərlər ki, məsələni ki, piyada keçidindən keçmədin 500 manat cərimə və yaxud siqareti yerə atdın 1000 manat cərimə. Sənin üstünə bunları qoydular. Amma sən oradan çıxan kimi kənara, sən özünü tərbiyə eləmədiyinə görə oradan kənara çıxan kimi sən avtomatik olaraq yenə həmin şeyi eləyəcəksən. Yəni zibilə atacaqsan yerə, yenə çöldə bərk səslə qışqıracaqsan, yenə çöldə tüpürəcəksən yolun ortasına, yenə söyüş söyəcəksən. Yəni sən
özünü dəyişmədikcə sənin ətrafın sənə görə dəyişməyəcək. Təbiət belə işləyir, dünya bu formada işləyir. İnsanların bir aurası var ki, özündən nə qədər pozitiv insan yayırsa, o qədər də pozitiv hadisələr insanla qarşılaşır. Ona görə çalışın, düzgün yaşayın, əsas budur. Düzgün yaşayın və heç kimin haqqına girməyin. Bu önəmli məsələdir. İnsanların haqqına girməyin. Ona görə yox, Allah sizi cəzalandıracaq. Xeyr, Allah sizi cəzalandırmayacaq kimisə haqqına girdiyinizə görə. Çünki o sistem elə işləmir, o fərqli sistemdir. Sizi təbiət, dünya özü cəzalandıracaq kiminsə haqqına girdiyinizə görə. Yəni, necə bu günləri varlı adamlar ki var, onların uşaqları ki var, onlar kasıblara yuxarıdan aşağı baxırlar, amma onlar dərk eləmirlər ki, mən bu dediyim Azərbaycana aiddir, onlar dərk eləmirlər ki, onlar o kasıbın və digər vəziyyəti yaxşı olmayan adamın pulun onun atası, anası oğradığına görə o belə yerdə, belə vəziyyətdə yaşayır, gözəl yaşayır və onlar pis vəziyyətdə yaşayır. O düşünür ki, sənin ağlın varsa, oğra, at, yaşa, xeyr. Həyat o qədər gözəl qurulub ki, dünya o qədər gözəl qurulub ki, sən hara fırlasan, gəlib səndən çıxacaq, ya səndən, ya sənin ailə üzvlərindən, ya sənin nəslindən, kimdənsə bu çıxacaq. Odur ki, heç kimin haqqı heç kimdə qalmır. Mən haqq deyəndə burada mütləq İslami haqqdan danışmıram. Dünyəvi haqqdan danışıram. Yəni, dünyanın formalaşmağının bir haqqı var. Yəni, insanların üzərində bir haqqı var. Yəni, bu İslama görə deyil. Bu yaradılışa görə insanların, məsəl üçün, bizim üzərimizdə haqqımız var ki, biz bu planeti qoruyaq. Bizim üzərimizdə haqqımız var ki, biz yaxınlarımızın qayğısını çəkək. Bu, yəni bizim seçmədiyimiz, amma bizə yüklənən bir proqramdır, biz bunu icra eləməliyik mütləq. Biz bunu yayınıb ancaq öz xeyrimizi güdəcəksə, onda təbiət də bizə qarşılığını belə verəcək. Bu 100% belədir. Hələlik.